Bir daha sabahınız, xeyirli gününüz uğurlu olsun, hörmətli izləyicilərimiz. Bilirsiniz ki, efrimizin bu saatında studiyamızla qonaqla davam edirik və icazənizlə qonağımızı təqdim edim. Bugün Xəbərin Olsunun qonağı millət vəkili Elçin Mirzəbəyli bizimlədir. Elçin mənim, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Xoş gördük, Səmaya xanım, sabahınız xeyir olsun. Elçin, biz prezidentin Tirana səfərindən sizinlə danışmışdım öncədən ki, burada çox maraqlı məqamlar var idi. İstədik sizinlə birlikdə o məqamlara diqqət çəkək. İlk olaraq elə qısaca prezidentin, dövlət başçısının Albaniya işgüzar səfərinin bir şərh etməyinizi istəyirəm. Təbii. Ümumi o tədbirin fonunda bilirsiniz ki, o tədbirdə 50-yə yaxın dövlət və hökumət başçıları iştirak edirdi. Dövlət başçısının tədbirdən əlavə də bir sıra görüşləri oldu təkbətək, işçi naharı görüşləri oldu. Albaniyanın baş naziri Edi Rama ilə. Təbii ki, önəmli bir tədbirdir. Ümumiyyətlə, Avropa siyasi birliyi bir platforma olaraq Avropa İttifaqı ilə və digər dövlətlər arasındakı münasibətlərin tənzimlənməsində və həmçinin yeni ideyaların səsləndirilməsində önəmli bir rol oynayır və burada təbii ki, dövlət başçıları və hökumət başçıları arasında ikitərəfli görüşlər də keçirilir. Açıq olan mövzular barədə müzakirələr aparılır. Bu aspektdən də təbii formatın özü önəmli bir formatdır. Qənaətimə görə daha səmimi bir formatdır müzakirələrin aparılması üçün. Paralel olaraq Azərbaycan prezidenti artıq bir neçə dəfədir ki, bu forum, deməli, birliyin toplantısına, sammitinə qatılır və 6-cı sammit artıq keçirilir. Bu sammitdə də biz maraqlı görüşlərin keçirildiyinin şahidi olduq. Ən önəmli, deməli, faktorlardan biri Azərbaycanın bütövlükdə üstün mövqeyinə, regional güc mərkəzi kimi, həmçinin qlobal proseslərdə aktiv rol oynayan, məsuliyyətli bir dövlət kimi olan, ölkəmiz olan münasibətin şahidi olduq. Bu özünü Avropa Şurası prezidentinin və Avropa Komissiyası prezidentinin təşəbbüsü ilə Azərbaycan prezidenti ilə keçirilən görüşdə də biruzə verdi. Əslində bu faktorun özü ölkəmizin Avropa İttifaqı üçün nə qədər əhəmiyyət kəsb etdiyini sübuta yetirən faktorlardan biridir. Yəni burada söhbət təkcə Azərbaycan Avropanın enerji təhlükəsizliyində oynadığı roldan getmir. Ümumiyyətlə, yeni təhlükəsizlik mexanizminin, yeni təhlükəsizlik çərçivəsinin qurulması ilə bağlı aparılan müzakirələrdə də Azərbaycan önəmli bir rol oynayır. Bu aspektdən də bütövlükdə səfər qənaətimə görə, bütün komponentlərinə görə uğurlu bir səfər hesab olmalıdır. Eyni zamanda paralel olaraq bu həmçinin Azərbaycanın beynəlxalq nüfuzuna verilən dəyərin göstəricisi kimi qiymətləndirilməlidir. Elçin, indi səfərdə tədbir öncəsi, sonrası müəyyən məqamlar var idi ki, medianın kameralarına tuş gələn, onları sizinlə şərh etmək istəyirəm. Əslində, biraz da biz məsələni başqa aspektə baxaq biraz. Bax, elə hazırda ekranlarda da görürük, Emmanuel Macronun Fransa prezidentinin dövlət başçısına yaxınlaşması və o isti münasibət göstərməsi. Çünki biz zaman-zaman Fransanın mövqeyində bir o çəlişkini görə bilirik ki, Ermənistana davamlı dəstəyinə və s. Daha sonra orada Paşinyanın arxa tərəfdə biraz belə duruş, bədən dili. Bu kadrlar bizə nə deyir? Təbii müxtəlif formada yazmaq olar, amma bütün məsələnin əgər siyasi mahiyyətini diqqət yetirsək, bu Azərbaycanla hesablaşmağın zərurliyini ortaya qoyan bir faktor kimi qiymətləndirilməlidir. Yəni bizimlə təhdid dili ilə danışmaq qətiyyən yol verilməzdir. Eyni zamanda Azərbaycanın bütövlükdə dövlət siyasətində, həm də bunun xarici komponentlərinin üzərində əsasən milli qürur və ləyaqət faktorlarını önə çıxartması və buna dəyər verməsi, bütün münasibətlərdə müstəqil dövlət kimi davranması, müstəqil hüququn subyekti kimi davranması əslində dövlətimizə, xalqımıza nüfuz qazandıran və onun beynəlxalq münasibətlərdəki yerini müəyyənləşdirən bir faktor kimi dəyərləndirilməli. Bu aspektdən də bu mənzərədə də bizim yerimiz müəyyənləşib, biz öz yerimizdəyik. Amma yeri müəyyən olmayanlar bizə tərəf gəlirlər. Bu aspektdən düşünürəm ki, siyasi anlamı bundan ibarətdir. Amma təbii ki, digər komponentlər də burada müxtəlif konspirasiya nəzəriyyələri irəli sürmək olar və təbii ki, Paşinyan harada dayanmaq lazımdırsa, orada dayanıb, davranışlarındakı cəsarətsizlik də əslində bu ölkənin müstəqil siyasət gücündə, potensialında olmayan bir ölkə olduğunu sübut edir.
Daha sonra orada maraqlı bir məqamda mənim üçün deməli bizim qardaş ölkə Türkiyə lideri ilə dövlət başçısının görüşləri oldu və orada görüşlərin birində hətta Türkiyə mediasına da bu çox o görüş şərh olundu ki, Rəcəb Tayyib Ərdoğanın Paşinyana çağırılması və onun da çox maraqlı dialoqlar alt hissəyə də qoyulmuşdu. Çox doğru bir məqama vurğuladınız ki, burada Ermənistan tərəfinin göstərdiyi, o sərgilədiyi bədən dili, gestikulyasiya, ümumiyyətlə davranışlar, o cəsarətsizlik bir növ onların bugün hazırda siyasi, ölkənin daxili siyasətinin hansı vəziyyətdə olduğunun güzgüsüydü və göstəricisi Sizdən eşidək. Təbii bu da önəmli qadağalardan biridir. Əslində bu mənzərə, bütün bu görüntülər siyasi proseslərin alt qatında yatan bir sıra məqamların ortaya çıxmasına zəmin yaradıb. Yəni, Nikol Paşinyanın çağırılmasına müxtəlif kontekstdən yanaşanlar var. Bəziləri bildirir ki, özünü necə aparır deyə bir sual da verilir bununla bağlı. Əlbəttə, yəni prinsipi etibarilə Ermənistanın həm daxili siyasətində baş verən proseslər, həm bütövlükdə Ermənistanın 30-ə yaxın Azərbaycan ərazilərinin işğal altında saxlaması və bunun nəticəsində Azərbaycanın öz torpaqlarını azad etməsi prinsipi etibarilə yeni reallıqların formalaşmasına zəmin yaradır. Yəni, Ermənistan həm işğal dövründə, həm işğaldan sonraki proseslərdə özünün müstəqil siyasi xəttini müəyyənləşdirməyib, ayrı-ayrı qüvvələrin forpostuna çevrilib, ayrı-ayrı qüvvələr arasında manipulyasiya etməklə, manevr etməklə özünün mövcudluğunu qoruyub saxlamağa çalışır və nəticə etibarilə də əslində Paşinyanın dediklərində yəni Ermənistana aid olan bəzi həqiqətlər ondan ibarətdir ki, yəni real Ermənistan formalaşmayıb, yoxdur real Ermənistan. Mifik Ermənistan var, ayrı-ayrı qüvvələrin ağlında, əlində alətə çevrilmiş torpaq parçası var və s. Və indiki şəraitdə də müstəqil siyasəti müəyyənləşməmiş, xarici siyasət kursu, ayrı-ayrı qüvvələrin əlində olan bir ölkənin liderini görürük. Yəni, mənzərə bundan ibarət. Təbii ki, o nəyə layiqdirsə, ona münasibətdə də eyni davranış sərgilənir. Və biz Paşinyanla Prezident İlham Əliyevin görüşünü də orada gördük. Qeyri-rəsmi təbii ki, görüşlər idi bunlar və daha sonra bu tədbir əsnasında Paşinyanın Azərbaycan İctimai Televiziyasına da bir müsahibəsi, qısa bir şərhi var idi. O məqamlar bir daha Ermənistanın niyyət məsələsini Azərbaycan cəmiyyətində və siyasi gündəmində sual altına qoydu. Doğrudan bu millət, ümumiyyətlə Ermənistan, Paşinyan nə istəyir və nəyi hesablayır? Çünki göstərdikləri mövqe başqadır, ümumiyyətlə niyyətləri başqadır ki, ifadə edirlər. Daha sonra başqa bir cümlə işlədir ki, onlar hər zaman, yəni ümumiyyətlə nə dediklərini biz günümüzdə baxanda anlaşılmır. Yəni özləri üçün də anlaşılan bir mövqe deyil. Və Azərbaycan mediasına verdiyi müsahibə nə idi? Aydındır, və ictimai ərəyə ünvanlanan bəzi mesajlar var və təbii ki, onlar Ermənistanın ənənəvi mövqeyini ifadə edir. Yəni, eyni zamanda kularlarda göstərdiyi davranış var, daha səmimi bir obraz formalaşdırmağa çalışır, təqdim etməyə çalışır və güya sülh tərəfdarı olduğunu nümayiş etdirməyə çalışır. Amma əsas komponentlər göz önündədir və bu sahibədə bütövlükdə Paşinyanın yanaşmasında məntiqə uyğun gəlməyən və reallığa əks etdirməyən bir sıra mühüm məqamlar var idi. Yəni, prinsip etibarilə bu faktiki olaraq Azərbaycan Konstitusiyasında güya Ermənistana qarşı ərazi iddialarının irəli sürülməsi ilə bağlı cəfəngiyət. Ümumiyyətlə, Azərbaycan Konstitusiyasında bu qəbildən olan yanaşmaları yoxdur. Yəni, Azərbaycan hüquqi dövlətdir, dünyəvi dövlətdir və bu baxış bucağı ölkəmizin bütün qanunvericilik aktlarının beynəlxalq hüququn norma və prinsiplərini əks etdirdiyini təsdiqləyir. Yəni, Azərbaycan BMT nizamnaməsinin tələblərinə uyğun olaraq davranır. Amma Ermənistan Konstitusiyasının bir neçə yerində deməli, ümumiyyətlə hüquqi anlayışa uyğun gəlməyən müxtəlif yanaşmalar var. Yəni, onlardan biri mən hətta Azərbaycana qarşı ərazi iddialarını da bir kənara qoyuram. Biri Ermənistan Konstitusiyasında erməni Qırqaryan kilsəsinə, ortodoks kilsəsinə deməli, status verilməsidir. Hüquqi
hüquqi status verilməsi, yəni prinsipi etibarilə. İkinci aspekt Ermənistan diasporuna yenə də hüquqi status verilməlidir konstitusiya çərçivəsində. Ümumiyyətlə bu müstəqil hüququn bir dövlət anlayışına tamamilə zidd olan yanaşma bir tərzidir. Başqa aspekt təbii Azərbaycan ərazilərinə qarşı irəli sürülən iddialardır və bu Ermənistan müstəqillik bəyannaməsinin preambul hissəsində yer alır. 1989-cu ildə Ermənistan Ali Sovetinin və həmin dövrdə Azərbaycan ərazilərində mövcud olan qeyri-qanuni dırnaqarası Milli Şuranın formalaşdırdığı bir təsisatın qəbul etdiyi qərardır. Bu da Azərbaycan ərazilərinin Ermənistana birləşdirməsini nəzərdə tutur və eyni zamanda Ermənistan konstitusiyasında preambul hissəsində müstəqillik bəyannaməsində yer alan bu iddialar erməni xalqının, dövlətinin vəzifəsi kimi ortaya qoyur. Yəni bu birbaşa Azərbaycana qarşı ərazi iddialarının davam etməsidir. Yəni o aspektdən də Nikol Paşinyanın səsləndirdiyi fikirlər yalnız beynəlxalq ictimaiyyətin aldadılmasına xidmət edir. Yəni, ən azı istənilən adam Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsini də açıb baxa bilər ki, bu adam açıq şəkildə bir yalan danışır. Təəssüflər olsun ki, erməni yalanlarına inanmaq istəyənlər indi də bu istiqamətdə, yəni öz fəaliyyətlərini davam etdirirlər. Başqa aspekt Minsk qrupuna olan yanaşmadır. Yəni, əgər siz qəbul edirsinizsə ki, münaqişə bitib, Azərbaycan ərazi bütövlüyünü tanıyırsınız və s. və ilə axır. Eyni zamanda Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyırsınızsa, o zaman Minsk qrupunun mövcudluğuna nə ehtiyacı var? Nə üçün məhz deməli, sülh müqaviləsi imzalanan zaman Minsk qrupu ilə bağlı çağırış göndərilməlidir? Nə üçün ondan qabaq göndərilmir? Etimad yoxdur Azərbaycana qarşı. Əgər bu gün etimaddan danışacaq ən sonuncu ölkə varsa Ermənistandır. Azərbaycan özünün etimadlı olduğunu sübuta yetirməyə ehtiyacı yoxdur. Zaten bizim torpaqlarımız işğal altında olur. Ermənistan ölkəmizə qarşı ağır müharibə cinayətləri törədib, soyqırım cinayətləri törədib, kütləvi məzarlıqlar, hər gün yeni bir məzarlıq tapılır və əslində bu cinayətləri ortaq şəkildə ortaya qoyur mahiyyətini. Müharibədən sonraki Ermənistanın davranışları da eyni zamanda bu ölkəyə qarşı etimadın formalaşmasına imkan verir. O zaman kim kimi etimadla mühakimə edir və nə üçün həmin zaman kəsiyi gözləməli bir aspektdən də məntiq yoxdur ortalıqda və bu yanaşmalar yenə də real sülhdən yayınmağa xidmət edən addımlar kimi qiymətləndirilə bilər. Amma sülhlə məsələ, sülhlə bağlı, ümumiyyətlə Azərbaycanın mövqeyi, dövlət başçısının mövqeyi isə qətidir. Yəni konkret hansı şərtlər altında sülh müqaviləsi imzalanacağını bildirib və bir daha qeyd edib ki, dövlət başçısının belə bir ifadəsi var idi ki, sülh ən başda Ermənistana lazımdır. Bugün bizim üçün o qədər prioritet məsələ deyil. Ümumiyyətlə Ermənistanın bundan sonraki addımlarını proqnozlaşdırmaq mümkündürmü? Ümumiyyətlə Ermənistanın addımlarını proqnozlaşdırmaq mümkün deyil. Ona görə ki, müstəqil siyasəti yoxdur və hansı qüvvə Ermənistana hansı davranışı etməyi tövsiyə edəcəksə və yaxud əmr edəcəksə, o istiqamətdə də addımlar atacaq. Amma bu manevrələrin uzun müddətli perspektivi yoxdur. Yəni, prinsip etibarilə Azərbaycan hansısa əlahiddə bir şərtlər irəli sürmür. Azərbaycanın irəli sürdüyü o iki tələb, iki şərt razılaşdırılmış mətndən çıxan məqamlardır. Yəni, əgər bir ərazi bütövlüyü məsələsində razılığa gəlmişiksə, o zaman ərazi iddiaları nədir? Ərazi iddiaları davam edirsə, o zaman ərazi bütövlüyü ilə bağlı məqama necə imza ata bilərik? Yəni, bu, Azərbaycanın məntiqi olaraq hüququn fəlsəfəsindən çıxan bir yanaşma tərzidir ortalıqda. Təəssüflər olsun ki, yenə də Ermənistan özünün konspirasiya nəzəriyyələrinə uyğun olaraq davranmaqdadır və nəticə ortalıqdadır. Amma təbii bu prosesin perspektivi yoxdur. Ümumi bax, biz bu cür beynəlxalq tədbirlərin fonunda onu deyə bilərik ki, bu tədbirlər imkan verir ki, həm ölkə başçıları, hökumət rəhbərləri bir öz xarakterlərini, xasiyyətlərini də ortaya qoyurlar və onların fonunda həmən ölkənin beynəlxalq arenadakı vəziyyətini də ortaya qoymuş olur. Son olaraq fikirlərinizi eşidək. Təbii xüsusilə də mənim diqqətimi cəlb edən bu qəfəyə dəvət oldu. Yəni, prinsipi etibarilə bu da bir obrazlı yanaşsaq, əslində bir neçə məqamı ortaya çıxarır. Əslində bizim qardaş Türkiyədə bir qəfə ilə bağlı bir
deyim var. Yəni bir fincan qəhvənin 40 illik xətri var. Amma bildiyiniz kimi biz illər boyu, uzun illər boyu ermənilərə torpaqlarımızda yer vermişik. Nəinki qəhvə, çörəyimiz də yeyiblər. Bizim yaratdığımız şəraitdən faydalanıblar, amma bizim elədiklərimizin heç bir faydası olmayıb nəticə etibarilə. Yenə də öz əməllərini hiləcər siyasətlərdə davam etdirərək torpaqlarımızı işğal altında saxlayıb və xalqımıza ağır məşəqqətlər yaşadı. Baxırlar qəhvənin o komponentlərindən kənara çıxaq. Amma bu dəvətə bir cavabın da içərisində qənaətimə görə çox maraqlı bir deyim var. Təbii bu da mənim subyektiv yanaşmalarımdır. Yəni bu gözlə gələcək anlamına gəlir. Yəni bütün komponentlərdən, bütün aspektlərdən bunu qənaətimə görə yazmaq olar. Kim Azərbaycanla bağlı münasibətləri necə yazırsa, gözlə gələcək sözünü o komponentlər içərisində də qəbul edə bilər. Təşəkkür edirik Elçin. Çox sağ olun. Dəvətimizi qəbul etdiniz. Hörmətli izləyicilərimiz, artıq efir vaxtımızın sonuna gəlib çatdıq. Qeyd edim ki, bugün studiyamızın qonağı millət vəkili Elçin Mirzəbəyli bizimlə edib. Və həftənin ilk günündə sizinlə sağollaşıram. Allah amanda qalın. Yeni həftəniz gözəl, uğurlu keçsin, xoş xəbərlər eşidəsiniz, işləriniz avant keçsin. Biz isə sabah yenə eyni saatı və eyni məkanda evinizdə qonaq olacağıq. Allah amanında.